Allah sevsin, mən də sizi sevirəm. Gülür deyir səmimiyyətsizsən. Çıxdı olur deyirsiz aqressivsən. Nə eləsin siz? 3 yaş böyükdür məndən. Mənim danışığım budur qızlar. Yəni yedizdə yemədizdə budur. Əgər sizə negativ ötürürəmsə mənə baxmayın. Rodanda gül var. Yox, elətdirmək istəyirəm. Amma olub. İlk günkü kimi dəyişməyən, özünə hörmət qoyan xanım. Allah utandırmasın məni, öpürəm istəyim. Bacışqalar. Oğlaqam aşkım, oğlaq. Dırnaqlarım müq. Kimdə ustanız? İlk dəfə də elətdirirəm bu qıza. Amma sıfırdan elətdirim, tam deyəcəm necədir. Bu korreksiyadır. Mən belə qız deyiləm. Əziləm belə yalandan dişil enerjisini, necə deyim, eləyərək göstərmə. Mən elə deyiləm. Ona görə qıraqdan bəlkəsə belə ho gəlirəm. Amma mən buyam. Yəni nəyəmsə oyam. Yəni bildiniz necə? Doğrudan da nəyəmsə. Bir də ki, yəni adam sevgilisini eləyər də. Burada eləyəsi deyiləm ki. Başa düşdünüz necə? Ona görə sizə şey gələ bilərəm. Çünki çox dinli görürəm. Deyiləm belə. Ola da bilmərəm heç vaxt. Gözünüzdən hiss olunur ki, özünüzdən necə əminsiniz. Tək ki, hər xanım özündən əmin olsun. Allah bütün xanımlarımızı qorusun. Viu. Прическа ну. Ay bacı, gələn ay toyda soyuqluq yaranıb durduq yerə. Nə olmuş ola bilər? Stresdir yəqin, toy stresi. Gələn ay toy olacaq ay qız. Əylən, xoşbəxt ol, get şey-şuylərvi seç. O nə gülüşüdür? Asələ məndə bir gülüşlər var. Bizdə cringe deyə bir şey yoxdur Həcər. O cringe'dir. Bacı danışırsan, amma saçından ciddiyə ala bilmirəm. Saç sodan spreyiniz neçəyədir? Gedin, nə olar, müştərilərə baxın da xahiş edirəm, nə olar. Almasanız belə baxın, yəni istəyirəm hamı görsün onların saçını. $70 millisi 28 manatdır, 100 millisi 33 manatdır balaş. Yaşlı adam, o nədir bilmirəm. Amma bir şey deyəcəm, də qızadır. Nə olar, gedin müştərilərə baxın da. Bilmirəm. Aşkım, gələn ay toyunuzdur, boş ver hər şeyi, odaqlan. Yəni soyuqluq bilmirəm, ümumiyyətlə oğlan səni axtarmışdır, danış. Mən bilirsiniz nəyə başa düşmürəm? Danışın da, yəni oğlanla danışın. Kimin səhifəsinə baxaq? Nur Serumun. Nur Serum yaz Instagramda, bax aşkım. Bizim ümumi olaraq ən böyük problemimiz odur ki, biz danışmırıq. Hədiyyələr üçün sağ olun, qızlar. Mən hədiyyə falan bacılar. Lazım deyil. Bacı qurban, işi bəhanədir. Yəni, nə inir tam olaraq? Danışmaqla hər şey həll olmur. Danışmaqla olur həll məncə. Saçın tökülürsə, Nur Serum əlbəttə kömək eləyər. Çünki oğlan danışanda məsələni həll etmir, qaçır. Onda səni sevmir. Masıçıma bak.
Az bunu qurban. Aygülə baxırsan. Nəsə bir söz deyir. Az bunu dişləyəcəm mən. Belə baxır mənə. Danışıram bax mən belə. Belə bax. Qızlar, mən sadəcə bir şey deyim sizə. Sevirsən hə? Can öpürəm. Bir söz deyim sizə qızlar. Çox gec oldu bunu başa düşməyə. Mən də belə həmişə inanırdım ki, insanda problemi olan nə budur? Hər şey eləyir yəni. Yəni hər şey elə həll eləyir ki, heç bilmirsən. Yəni bir oğlan sevirsə hər şey eləyir. Bir dənə bunu bilin. Və dünyada doğrudan da sevilən və doğrudan da sevən oğlanlar var. Yəni bunu bilin sadəcə olaraq. Yəni sizə ay da bunu dedi ya da bunu elədi dediniz. Dünyada yəni oğlanlar var, qızları elə sevir ki, ağzını açıq qalır. Yəni sadəcə qız gülsün deyə ona nələr eləyən oğlanlar var. Yəni var, başa düşdünüz? Üzülməyə görə demirəm. Üzülməyə görə demirəm. Sadəcə olaraq onu deyirəm ki, onda oğlanlar da desin ki, heç sevən qızlar yoxdur. Niyə yoxdur ki? Tövbə estağfurullah. Özdə oğlanı sevməyi dəhşətdir də, yəni. Ağzın şirin yerdə, evlərindən sonra tanıyarsan. Onu deməmişdən qabaq Nura cavab verim. Niyə bir qızı xoşbəxt görəndə onu nədənsə soyutmağa çalışırsınız? Yəni, mənə çox maraqlıdır. Yəni, nəyə görə? Mən heç özümdən danışmıram, ha. Yəni, özümdən danışmıram. Sadəcə dedim ki, sevəndə, nə bilim, nə, belə bir şeydən danışdım da. Nəyə görə? Yəni buna çalışırsınız. Sizin yoldaşınız evlənəndən sonra dəyişib deyə o deməkdir ki, hamı da belədir. Məsələn, mən tanıyıram adam ki, evlənib arvadına hər həftə insanlar 24 saat bir yerdədirlər. Bu o kişi o qadını elə sevir. Mən bunu görmüşəm gözümlə. Yəni mən bunu görəndən sonra heç kim mənə deyə bilməz belə olur, belə olur. Başa düşdünüz? Onda o kişi hansısa qızı nədən